Məsəl üçün namazı bənzədiblər pilləkənə. Pilləkən nə cür olur? Pilləkənin hər bir pilləsi eyni olur. Amma əslində eyni görsənir, amma eyni deyil. Çünki birinci pilləkən birincidir, ikincisi ikincidir, üçüncü üçüncüdür. Və onun xidməti nədir? İnsanı qaldırmaqdır. İbadət də o cür nədir? Hər gün təkrarlanır, amma əslində hər gün təkrarlanmır. Hər günün öz ibadəti var və hər bir ibadət edən şəxsi qaldırmalıdır. Əgər qaldırmırsa, demək onun pilləkəni düzdür. Yəni onu qaldırmır, eyni yerdə qalıb. Ona görə də ruhsuz ibadət də buna bənzəyir. İnsan əgər ruhu ibadətdən ayrıdırsa, o ibadət onu qaldırmayacaq. Məsəl üçün dua da bu cür nədir? İnsan duaya ruhun qoymazsa, ruhu ilə bir yerdə dua etməzsə, onun duası qəbul olmağı çox qəliz məsələdir. Çünki insan birbaşa duada Allahla rabitəyə keçir. Əgər dua edərkən Allahla rabitəyə keçdiyinin fərqinə varmırsa, onun duası ruhsuzdur. Ruhsuz duada, məsələn biz dualarda oxuyuruq ki, ilahi, qalxmayan dualardan sənə sığınıram. Yəni Allahın dərgahına məcazi şəkildədir. Yəni Buyurun. ucalmayan dualardan ilahi sənə sığınıram. Yəni bəzi dualar var ki, sadəcə bizim dilimizdə qalır. O qalxmır.